Demək, promokod almaq üçün nə edirik? Üstdən, ən solda üstdə 3 xətt var. Ora basırıq. Görürsünüz, sağda profilin altında yazıb oformit zakaz. Ora tıklayırıq və 3 yazı gəlir ən altda. Zakaz usluq, ona daxil oluruq və promokodlarımız gəlir. Promokodu əvvəlcədən balansda pul olmayanda almaq olmur. Balansımızda illaki bizim pul olmalıdır. Niyə görə? Məsələn, 30 manatlıq promokod alırıqsa biz, 20'si bizim maaşımızdan alınır. Onu isə balansımızda pul olmalıdır. Həmçində 15 manat, 9 manatlıq promokod. Demək, necə alırıq? Gəlin, mən 3 manatlıq promokod alım. Demək, 3'ün üstünə basırıq və budur. Gəlir, aşağıda görürsünüz, yazılıb kupit göy rəngdə. Onun üstünə basırıq. Görürsünüz, həmən orada gəlir məlumat ki, 3 manatlıq promokodun 1 manatı ən azından bizim hesabımızda olmalıdır. Demək, nə edirik? Mütləq şəkildə balansımızı artırırıq. Mütləq balans artırılmalıdır. Balansımızda EMO-la eləyirik təbii ki də xanımlar. EMO-la ödənişlidir bu arada. Burada kimdəki Leo kartdır. Leo kartdan ödənişli görmüş olacaq bilməyənlər. Bax, bu formada balansımızı artırırıq. Balansımız da artırıldı gördüyünüz kimi və keçid alırıq yenidən həmin hissəyə. Demək, yenidən həmin hissəyə keçid alırıq xanımlar. Çünki artıq balansımız var. Görürsünüz, uspешно. Yəni ki, uğurlu oldu. Çünki bizim balansımızı artırdıq. Axı, baxın, 3 manatlıq promokod aldıq. Mən indi bunu proses zamanı getdim, balansımı artırdım. Siz amma əvvəlcədən artırılmış balansla eləyə bilərsiniz. Baxın, burada hesabda da var. Demək, 3 manatlıq promokod alırsınızsa 1.95'i maaşınızdan çıxır, 1 manat 5 qəpiyi sizin şəxsi hesabdan. Bu məbləğə görə dəyişir. 30 manatlıq sifarişdə başqa olur. 9'da başqa. Demək, sonra nə edirik? Biz bu promokodu aldıq. Promokod bizim hesabımızdadır. Biz bu promokodu nə cür bağışlayırıq? Giririk, bax, demək, lişni kabinetə daxil oluruq, xanımlar. Lişni kabinetə daxil olduq. Burada baxın, ekranı aşağı yuxarı eləyim. Burada görürsünüz, yazıb ki, promokodu. Demək, 3, 6-cı sırada promokod. Все, daxil oluruq ora. Ekranı aşağı eləyirik. Baxın, burada mənim aldığım promokodlar var burada. Görürsünüz, promokod və sola çəkirsiniz. Görürsünüz, bir promokod var. Hələ hədiyyə olunmayıb. Digərləri hədiyyə elədiyim promokodlardır. Görürsünüz, məbləğə görə hədiyyələr olunub. Baxın, 30 manatlıq var, 3 manatlıq var. Bax, promokodlar. Demək, necə hədiyyə edirik, xanımlar? Mən bu promokodu hədiyyə eləmək istədiyim kodu, bax, burada padarit sözü var, göy rəngdə. Ora tıklayırsınız. Gördünüz, gəlir ki, kimə hədiyyə eləmək istəyirsiniz? Mən hədiyyə eləmək istəyirəm promokodu. Bax, bu koda. Bunu elədim, gördünüz, kopyaladım. Bax, həmin bu ən altda olan rəqəmi. Gətirirəm, buraya yapışdırıram. Baxın, yapışdırdım. Gördünüz? Və adı da yazılır həmin adamın. Və altda görürsünüz, yəni təsdiqləyin yazılıb. Təsdiqlədim. Все, zakryt. İndi baxın, həmin məbləğ gedib həmin insanın hesabına oturdu hədiyyə. Baxın, Məmmədova Ayselə 3 manat promokod verdim. O da sifariş vuranda, yəni ən azı 30 manatlıq sifariş vuranda onun ödənişi hardasa 24 olacaqsa, 24-dən həmin 3 manat çıxacaq. 21 manat ödəyəcək. 21 manat ödəyəcək, xanımlar. Məbləğə görə dəyişir. 30 manatlıq promokod atanda 45 manatlıq sifariş vuracaq və 45 manatın ödənişindən həmin o 30 manat çıxılacaq, xanımlar.